الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. El-Bekara suresi 102. ayet. وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَى مُلْكِ سُلَيْمَانَ. Yahudiler şeytanların Süleyman'ın selteneti hakkında okuduklarına tabi oldular, uydular. وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا. Süleyman küfrelemedi. Lakin şeytanlar küfrediler. يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ. Yani insanlara sihri öğretmekle sihri öğretirdiler. وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ. Ve Babil'de Harut ve Marut'a iki meleğe nazil olanı insanlara öğreterek, yani şeytanlar insanlara öğretmekle sihri kafir oldular. وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّى يَقُولَ اِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ. Ve onlar, o ikisi, yani biz bir imtihanız, sen gel kafir olma demeden hiç kese sihri öğretmirdiler. فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ. Ve onlar da, yani Yahudiler, er-arvad arasını ayıran, yani er-arvadı birbirinden ayıran işleri onlardan öğrenirdiler. وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللّٰهِ. Onlar Allah'ın izni olmadan hiç kese zarar verebilmezler. وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ. Ve onlar özlerine fayda, menfaat vermeyen, zarar veren şeyleri öğrenirdiler. وَلَقَدْ عَلِمُوا لَمَنْ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَقٍ. Halbuki onlar bildiler ki kim bunu alarsa, yani kim bu sihri öğrenirse ahiretten onu hiçbir pay olmaz. وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ لَوْ كَانُوا يَعْلَمُونَ. Onlar neyin karşılığında özlerini satırlarsa, o sattıkları şey necə de pis bir şeydir, eğer bilseydiler. Yani eğer bunu bilseydiler, çekinerdiler, bu işe emel etmezdiler. وَاتَّبَعَ الْيَهُودُ مَا تُحَدِّثُ الشَّيَاطِينُ بِهِ السَّحَرَةَ عَلَى عَهْدِ مُلْكِ سُلَيْمَانَ. Yahudiler, yani şeytanların sihirbazlara danıştığı şeye tabi oldular. Yani Süleyman Aleyhisselam mülkü hakkında, Süleyman'ın seltaneti dövründe Yahudiler şeytanların sihirbazlara danıştıklarına tabi oldular. وَمَا كَفَرَ سُلَيْمَانُ وَمَا تَعَلَّمَ السِّحْرِ. Halbuki Süleyman küfretmedi ve Süleyman sihri de öğrenmedi. وَلَكِنَّ الشَّيَاطِينَ هُمُ الَّذِينَ كَفَرُوا بِاللّٰهِ. Lakin şeytanlardır ki onlar Allah'a küfrettiler. حِينَ عَلَّمُوا النَّاسَ السِّحْرِ. O zaman ki insanlara sihri öğrettiler. İfsaden lidinihim, insanların dinini körlamak için. وَكَذَٰلِكَ اتَّبَعَ الْيَهُودُ السِّحْرَ الَّذِي أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ هَارُوتَ وَمَارُوتَ. Ve hemçin Yahudiler tabi oldu o sihre ki Babil torpağında, yani Irak'ta, Babil'de Harut ve Marut adlı iki meleğe nazil edilen sihre onlar tabi oldular. Ve bu da Allah tarafından insanlara bir imtihanıydı. وَمَا يُعَلِّمُ الْمَلَكَانِ مِنْ أَحَدٍ حَتَّى يَنْصَحَاهُ وَيُحَذِّرَاهُ مِنْ تَعَلُّمِ السِّحْرِ. Ve bu iki melek de insanlara nasihat edemeden, insanları sihirden çekindirmeden hiç kese sihri öğretmezdiler. Ve yekûlâ lehu. Ve ona deyirdiler ki, yani kim ki sihri öğrenmek istiyor, ve bu iki melek deyirdi ona, sen sihri öğrenmekle ve şeytana itaat etmekle küfreleme, kafir olma. فَيَتَعَلَّمُ النَّاسُ مِنَ الْمَلَكَيْنِ مَا يُحْدِثُونَ بِهِ الْكَرَاهِيَّةَ بَيْنَ الزَّوْجَيْنِ حَتَّى يَتَفَرَّقَا.
Ve insanlar da bu iki melekten er-arvad arasında ikrah, nifret hissi oyadan şeyleri öğrenirdiler. Öyle şeyler ki er-arvad arasında ikrah hissi, nifret hissi oyadır ve hatta er ve arvad birbirinden ayrılırlar. وَلَا يَسْتَطِيعُ السَّحَرَةُ أَنْ يَضُرُّوا بِهِ أَحَدًا إِلَّا بِإِذْنِ اللّٰهِ وَقَضَائِهِ. Ve sihirbazlar da Allah'ın izni, Allah'ın tekdiri olmadan hiç kese zarar verebilmezler. وَمَا يَتَعَلَّمُ السَّحَرَةُ إِلَّا شَرًّا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ. Ve sihirbazlar da yalnız özlerine zarar veren, fayda vermeyen şerri öğrenirdiler. وَقَدْ نَقَلَتْهُ الشَّيَاطِينُ اِلَى الْيَهُودِ. Ve şeytanlar da bunu Yahudilere ötürdüler. فَشَاعَ ف۪يهِمْ hatta faddaluhu ala kitabillah. Ve Yahudiler arasında bu sihir o kadar yayıldı ki hatta nihayet onlar sihri Allah'ın kitabından üstün tuttular. وَلَقَدْ عَلِمَ الْيَهُودُ أَنَّ مَنْ اخْتَارَ السِّحْرَ وَتَرَكَ الْحَقِّ. Ve Yahudiler de bildiler ki her kim sihri seçer, üstün tutar, hakkı terk ederse ahiretten onun hiçbir hayır payı olmaz. وَلَبِئْسَ مَا بَاعُوا بِهِ أَنْفُسَهُمْ مِنَ السِّحْرِ وَالْكُفْرِ عِوَضًا عَنِ الْا۪يمَانِ وَمُتَابَعَةِ الرَّسُولِ. Ve onların, yani Yahudilerin özlerini satın aldığı o sihir ve küfür, yani iman ve Allah'ın elçisine tabi olmak evezine onların aldıkları sihir ve küfür nece de pis bir şeydir. Onlar sihri ve küfrü aldılar özlerini uduzarak, özlerini satarak. لَوْ كَانَ لَهُمْ عِلْمٌ يُثْمِرُ الْعَمَلَ بِمَا وُعِدُوا بِهِ. Eğer onların ilmi olsaydı, özlerine nasihat olunan, hatırlanılan şeyi amel etmek semeresi veren bir ilim olsaydı bunu etmezdiler. Ve bu da Allah Teala'nın hikmetindendir. İlahi bir hikmettir. Allah'ın takdiridir ki her kim özüne fayda, menfaat veren şeyi terk ederse, o fayda, menfaat veren şey ki insan imkanındadır, imkanı var özüne fayda veren şeye amel etmeyi. Eğer faydalanmazsa, menfaatli şey onun imkanında olduğu halde insan fayda, menfaat elde etmezse, özüne zarar veren şeyle meşgul olmakla müptela olunar. İmkan, şerait olduğu halde faydalı işle meşgul olmazsa insan, özüne zarar veren şeyle meşgul olmakla müptela olunar. Ve kim de Rahman'a ibadeti terk ederse, bütlere ibadetle müptela olunar. Kim Allah sevgisi, Allah'tan korkmak ve Allah'tan ummağı terk ederse, Allah'tan gayrisini sevmek, Allah'tan gayrisinden korkmak ve Allah'tan gayrisinden ummakla müptela olunar. Ve kim öz malını Allah'a itaat yolunda xərcləməzsə, şeytana itaat yolunda xərcləməklə müptela olar. Ve kim de Rabbinin karşısında zelil olmağı terk ederse, insanlar karşısında zelillikle müptela olar. Ve kim de hakkı terk ederse, batille müptela olar. Yahudiler de belədir. O zaman ki onlar Allah'ın kitabını terk elədilər, necə ki əvvəlki ayədə 101. ayədə Allah da bunu bildirdi ki onlar Allah'ın kitabını arxalarına attılar. Allah'ın kitabına arxa çevirdiler, sanki hiç bilmirlər, sanki hiç xəbərləri yoxdur, sanki cahildirlər. Və ne vaxt ki onlar Allah'ın kitabını attılar, şeytanların uydurduqları şeylere tabi oldular. Sihre tabi oldular. Hansı ki o sihri şeytanlar insanlar üçün çıxartmışdılar ve şeytanlar da iddia edirdiler ki
şeytanlar insanlara belə təlqin edirdilər ki, Süleyman əleyhissalam, Davud peyğəmbərin oğlu Süleyman peyğəmbər insanları öz mülkünü, səltənətini idarə etmək üçün bu sehirdən istifadə edərdi. Halbuki bu açıq-aşkar yalandır və Süleyman peyğəmbər heç vaxt sehir istifadə eləməmişdir. 103-cü ayə وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا Əgər onlar iman gətirib, Allahdan qorxsaydılar, təqvalı olsaydılar, yəni əmirləri yerinə yetirib, qadağanlara son qoysaydılar, لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللّٰهِ خَيْرٌ لَوْ كَانُوا يَعْلَمُونَ Allah yanındakı mükafat daha xeyirlidir, əgər bilsəydilər. Yəni, əgər bilsəydilər, heç vaxt özlərinə zərər verən şeyi üstün tutmazdılar. Heç vaxt sehri Allahın kitabından önə çəkməzdilər. وَلَوْ أَنَّ الْيَهُودَ آمَنُوا وَخَافُوا اللّٰهَ لَأَيْقَنُوا أَنَّ ثَوَابَ اللّٰهِ خَيْرٌ لَهُمْ مِنَ السِّحْرِ وَمِمَّا اِكْتَسَبُوهُ بِهِ Əgər Yahudilər iman gətirsəydilər və Allahdan qorxsaydılar, əmirləri yerinə yetirib qadağanlara son qoysaydılar, yəqin olaraq bilərdilər ki, Allah yanında olan, Allahın verdiyi savab, mükafat onlar üçün o sehirdən və əldə etdikləri o zərərdən daha xeyirlidir. لَوْ كَانُوا يَعْلَمُونَ مَا يَحْصُلُ بِالْإِيمَانِ وَالتَّقْوَى مِنَ الثَّوَابِ وَالْجَزَاءِ عِلْمًا حَقِقِيًّا لَآمَنُوا Əgər onlar bilsəydilər ki, iman gətirməklə və təqva ilə onlara necə mükafat, savab hasil olur, həqiqi, fayda verən, mənfəət verən elmlə bilsəydilər, onda iman gətirərdilər. 104-cü ayə Yə eyyuhəl-ləzinə əmənu lə təqulu ra'inə Ey iman gətirənlər, ra'inə deməyin. Ra'inə, yəni mənası odur ki, bizə nəzər yetir, bizə diqqət et, bizə bax, yəni bizə qulaq as, bizim danışdığımıza diqqət elə və bizi anlat, bu cür mənalar verir. Və Allah da buyurur ki, ra'inə deməyin, və qulun zurnə, deyin ki, unzurnə. Unzurnə sözünün mənası, yəni bizə bax deməkdir. Yəni bizə bax, bizə nəzər yetir. Allah da bu sözü dəyişərək unzurnə deməyi əmr edir. Vəsmə'u və diqqət edin, qulaq asın. وَلِلْكَافِرِينَ عَذَابٌ əlim Kafirlər üçün ağırlı, acılı bir əzab vardır. يَا اَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقُولُوا لِرَسُولِ مُحَمَّدٍ sallallahu aleyhi ve sellem ra'inə Ey iman gətirənlər, Allahın elçisi Muhammed sallallahu aleyhi ve sellem ra'inə deməyin. Yəni bizə ra'inə mənası odur ki, bizə diqqət et, bizə qulaq ver, bizə qulaq as. Nə üçün? Yəni Yahudilər bu sözü, yəni müsəlmanlar bu sözü istifadə edirdilər. Deyirdilər və Yahudilər də dillərini əyərək bu sözü elə deyirdilər ki, pis məna verirdi. Pis bir mənanı qəsd edərək bu sözü deyirdilər. Və Allah Teala bu kəlmənin istifadə olunmasını möminlərə qadağan edir, əvəzinə isə eyni məna verən, lakin başqa ehtimal, başqa pis məna ehtimal etməyən sözü deməyi Allah Teala onlara əmr edir. Və bu dəlildir ki, müsəlman danışarkən sözləri seçməlidir, yaxşı mənalar olan, gözəl mənaları olan sözlər istifadə eləməlidir. Və mömin pis mənaları olan sözləri istifadə eləməli deyil və dili əyərək, pis məna qəsd edərək söz istifadə eləmək Yahudilərin üslubudur. لأن اليهود كانوا يقولونها للنبي صلى الله عليه وسلم يلوون ألسنتهم بها Yahudilər bu sözü deyirdilər və dillərini əyirdilər. Yaqsuduna səbbəhu və bununla da Allah Resulü sallallahu aleyhi ve sellem'i təhqir etmək və onu ru'unəyə nisbət eləmək istəyirlər. Yəni ru'unə
pis məna verir Yahudilərin qəsdinə görə. Və Allah Teala bunu qadağan etdi. Və buyurdu ki, siz unzur nə deyin? Unzur nə bizə bax? Bizə nəzər yetir. Və yetuəddil ma'nəl mətlub nəfsəhu. Və bu sözdə tələb olunan mənanın ta özünü bildirir. وَاسْمَعُوا مَا يُتْلَى عَلَيْكُمْ مِنْ كِتَابِ رَبِّكُمْ وَافْهَمُوهُ. Və Allah da buyurur ki, siz dinləyin. Yəni sizə Rəbbinizin kitabından oxunan ayələri dinləyin və onu anlayın. وَلِلْجَاحِدِينَ عَذَابٌ مُوجِعٌ. Və inkar edənlər üçün isə ağrılı, acılı bir əzab vardır. Və Allah da burada ayədə bildirir ki, وَاسْمَعُوا, yəni dinləyin və demədi ki, nəyi dinləyin? Və bu da ümumilik bildirir. Ümumən, yəni qulaq asılması, dinlənilməsi nə əmr olunubsa onu dinləyin. Və buna da Qur'anı dinləmək daxildir. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem hədislərini, sünnəni dinləmək də bu əmrə daxildir. Həm ləfsini dinləmək, həm mənaları dinləmək və həmçinin də icabət etmək də buna daxildir. Çünki icabət yoxdursa, yəni o dinləmək, həqiqi dinləmək sayılmır. 105-ci ayə Mə yəvəddü'l-ləzīnə kəfəru min əhlil kitəbi vələl-müşrikinə ən yunəzzələ aleykum min xeyrin min rabbikum. Yəni kitab əhlində olan kafirlər, nə də ki müşriklər, nə kitab əhlində olan kafirlər, nə də ki müşriklər sizə Rəbbinizdən xeyrin nazil olmasını istəmirlər. Vallahu yaxtassu bi rahmetihi men yeşə. Allah isə öz mərhəmətini, öz lütfünü istədiyinə xas edir, istədiyinə verir. Vallahu zul fadlil azim. Allah da əzəmətli, böyük lütf sahibidir. Mə yuhibbul kuffaru min əhlil kitabi vel müşrikinə ən yunezzələ aleykum ədnə xeyrin min rabbikum Qur'anan əv ilmən. Yəni, kitab əhlində olan kafirlər və həmçin müşriklər istəməzlər ki, sizə Rəbbinizdən azacıq da olsa bir xeyir nazil olsun. İstər Qur'an, istərsə də hər hansı bir elm və yaxud da Allahdan kömək, yardım və ya Allahdan bir müjdənin hətta sizə nazil edilməsini istəməzlər. Vallahu yaxtassu bi rahmetihi men yeşâ min ibadihi bin nubuvvati və risalə. Lakin Allah Teala qullarından istədiyini seçir və ona risalət və peyğəmbərliyi verir. Allah da öz rəhməti, lütfü ilə qullarından istədiyini seçir, istədiyinə peyğəmbərlik, risalət verir. Vallahu zul ihsani vel ata'il kethiri vel vasi'i. Və Allah Teala geniş əta, geniş, çox ehsan sahibidir. Yəni Allah Teala istədiyinə ehsan edir və Allahın lütfü, Allahın ehsanındandır, yaxşılığındandır ki, Allah Teala sizə, yəni sizin peyğəmbərinizə Qur'an, kitab nazil etmişdir. Kitab nazil etmişdir sizi təmizləmək üçün, günahlardan, pisliklərdən, hər cür aşağı əxlaqlardan və sizə kitabı və hikməti öyrətmək üçün və sizin bilmədiklərinizi sizə öyrətmək üçün. Həm də layiq olan da yalnız Allah Teala'dır. Və Allah Teala bizə faydalı, mənfəətli elm versin. Və Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə. Əstəğfiruka və atubu ileyk.